Bax, bir nöqtədən bir çevriyə, bax, bir nöqtədən bir çevriyə iki toxunan çəkmək olur. Bu toxunanlar bir-birinə bərabər olur. Sonra gəlib bu birisinə. Bir nöqtədən bir çevriyə iki toxunan çəkmək olur. Və o toxunanlar bir-birinə bərabər olur. Sonra tələsmə. Məsəl üçün, buraya x yazsam. İndi bu çevrədən və bu toxunanlardan danışıram. Bir nöqtədən bir çevriyə iki toxunan çəkmək olur. Və toxunanlar bir-birinə bərabər olur. Bunun hamısı bir yerdə. Sonra gəlir bu birisinə. Bax, bir nöqtədən bir çevriyə iki toxunan çəkmək olur. Və toxunanlar bir-birinə bərabər olur. Bunun hamısı bir yerdə nədir? Burada yazıram x-dəcə. Düzdürmü? Sonra nə var? AM-lə MK-nın cəmi bərabərliyi. Nətə? AM-lə nə? MK-nın cəmi bərabərdir nəyə? N-nin N-nin cəmi. Bir də görüm. AM üstə görə MK. Aha. Bərabərdə N-yi üstə görə M-dir. M-yi? Üstə görə M-dir. M-lə? M-dir. Nəyə görə deyirsən ona? N-dir. Burada nə? İkisində də Burada da. Bilmirəm. Kanan deyir. Bir görüm nəyə görə deyirsən? Mən bir sinətə deyirəm, onlar uzantılan kəsişdir. Onlar kəsdirəcəm. Sinət çevrə qədər məsəl x deyil. Onda, bunun səbəbini başa düşmədim. Sana de görəm. Belə oradan gəlir, söyləyəndə ki, bunlar qalır. Bax, isbatla gedək. Daha sonra. Uzadıram çubuqları. Yekə çevriyə bir dənə də toxunan. Bunlar lazım deyildi, amma bu lazım deyildi. Yaxşı, burada nə var buna? A var idi, burada x var idi, eləmi? Burada eləmi? Yaxşı. Eyvə. Qulaq asın bir dənə xahiş olar. Sonra uzadırıq. Uzadanda nə əmələ gəlir? Ki, verəyim baba, bunu beləsini uzadıram mı? Hə, bilirəm. Bax, təzdən yenə deyirəm, məsələn, burada bir nöqtə var. O nöqtədən yenə iki dənə toxunan çəkilir. O toxunanlar bir-birinə bərabər olmalıdır. Həm hamılıqca bərabər olmalıdır. Həm də burasına bərabər olmalıdır. Məsələn, z isə z olmalıdır. Düzdür. Onda deyirəm ki, a üstə gəl, x üstə gəl, z bərabər olmalıdır. B üstə gəl, x üstə gəl, z. B üstə gəl, x üstə gəl, z. Yekundan alıram. Bax, x-lər gedər, z-lər gedər. Hə, düz deyirsən, o da bundan alınır. 2b, a da bərabər nəyə? B-yə. Bizdən də bunu soruşurdu da, my, yəni a, bərabər olsun nk-yə. Yəni, a ilə b bir-birinə bərabər olsun.